Ölkəmizdə qadın sahibkarlığına dəstək məqsədi ilə Zəfərin İzi adlı festival keçirilib. Hər il keçirilən tədbirdə 100-dən çox qadın sahibkar iştirak edib. Yarmarka, food court və musiqili rəqs proqramlarının təşkil olunduğu festivalda Azərbaycan və dünya mədəniyyətinin nümunələrini özündə əks etdirən müxtəlif növ işlər nümayiş olunub. Bu günləri bizim 7-ci festivalımızdır. Festivalımızın adı Zəfərin İzi. Çünki hər şey zəfər üçündür bu həftə, bu ay. Burada 100-dən çox xanım sahibkar iştirak edir. Görürsünüz nə cür gözəl əl işləri ilə, nə cür gözəl brendlərlə. İştirak etməkdə əsasən əslində məqsədim odur ki, insanlara incəsənəti sevdirmək, yenidən bu keçmişdə olan rəsm əsərinə olan sevgini yenidən dirçəltməkdir. Zəfəranın xeyri keyfiyyətləri haqqında çox az təbliğat işləri aparılır və ona görə də belə sərgilərdə daha çox iştirak etməyə çalışıram ki, daha geniş auditoriyaya, yəni bu bilikləri ötürə bilək.